Bakının Qaradağ rayonunda 18 yaşlı oğlan anasına bıçaqla xəsarət yetirib. Məlumata görə hadisə ötən ilin yanvarın 3-də Sahil qəsəbəsində yerləşən yataqxanada baş verib. İttihama görə 2008-ci il təvəllüdlü Sərxan yaşadığı mənzildə anası Südabə ilə mübahisə edib. Mübahisəyə səbəb anasının ona bayram üçün söz verdiyi 100 manatı verməməsi olub. Sərxan bildirib ki, pul istədikdə anası imtina edib. Daha sonra istifadə etdiyi mobil telefonu yerə çırpıb. Buna əsəbləşən gənc mətbəxdən götürdüyü bıçaqla anasının kürək nahiyəsinə bir dəfə zərbə vurub. Zərər çəkmiş qadın da ifadəsində oğluna 100 manat verəcəyinə söz verdiyini, lakin həmin pulu vaxtında verə bilmədiyini deyib. Qadın xəstəxanaya yerləşdirilib. Sərxan isə sonradan polis əməkdaşları tərəfindən saxlanılıb. Belə ki, onun barəsində Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə ittiham irəli sürülüb. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Sərxana 3 il şərti cəza verilib və 1 il sınaq müddəti təyin olunub. Zərər çəkmiş məhkəmədə oğlunu bağışladığını və ondan şikayətçi olmadığını bildirib.